Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Salam dəyərli izləyicilər. Bugün sizə pensiya ödənişləri ilə bağlı vacib və sevindirici bir xəbəri təqdim edəcəyik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayı üzrə pensiyaların ödəniş tarifi açıqlanıb. Xüsusilə Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonu üzrə yaşayan pensiyaçı vətəndaşlar üçün bu xəbər böyük maraq doğurur. Məlumata əsasən mayın 14-də Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub. Bu qərar minlərlə vətəndaşın aylıq sosial təminatını vaxtında almasına şərait yaradacaq. Pensiya ödənişlərinin vaxtında həyata keçirilməsi xüsusilə yaşlı insanlar üçün böyük əhəmiyyət daşıyır. Çünki bir çox ailələr gündəlik ehtiyaclarını məhz bu vəsait hesabına qarşılayır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən açıqlamada bildirilib ki, ödəniş prosesi əvvəlcədən müəyyən edilmiş qrafikə uyğun şəkildə davam etdiriləcək. Bu isə o deməkdir ki, vətəndaşlar pensiyalarını rahat və gecikmə olmadan əldə edə biləcəklər. Son illərdə sosial sahədə həyata keçirilən yeniliklər və rəqəmsal xidmətlərin genişləndirilməsi pensiya sistemində daha operativ və şəffaf mexanizmlərin formalaşmasına səbəb olub. Bundan əlavə qeyd olunub ki, güzəştli şərtlərlə pensiya hüququ qazanan şəxslərin pensiyaları da bu ay qrafikə uyğun şəkildə ödəniləcək. Güzəştli şərtlərlə pensiya alan şəxslər arasında şəhid ailələri, müharibə iştirakçıları, sağlamlıq imkanları məhdud vətəndaşlar və müxtəlif kateqoriyadan olan insanlar yer alır. Dövlət tərəfindən bu insanların sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Dövlət tərəfindən bu insanların sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Ekspertlər bildirirlər ki, pensiyaların vaxtında ödənilməsi həm də sosial rifahın qorunmasına müsbət təsir göstərir. Xüsusilə bayram və yay mövsümü yaxınlaşdıqca insanlar gündəlik xərclərini planlaşdırmağa çalışırlar. Buna görə də pensiyaların vaxtında köçürülməsi vətəndaşların maddi rahatlığı baxımından mühüm rol oynayır. Qeyd edək ki, son dövrlərdə ölkədə sosial sahədə bir sıra mühüm addımlar atılıb. Pensiya və müavinətlərin artırılması, elektron xidmətlərin genişləndirilməsi və vətəndaş müraciətlərinin daha sürətli cavablandırılması istiqamətində aparılan işlər insanların dövlət xidmətlərindən daha rahat istifadə etməsinə imkan yaradır. Dövlət Sosial Müdafiə Fondu da bu istiqamətdə fəaliyyətini davam etdirir və vətəndaş məmnunluğunu artırmağa çalışır. Əgər sizdə pensiya alan şəxslərdənsinizsə, ödəyişlərinizi bank kartları vasitəsilə və ya aidiyyəti bankomatlardan əldə edə bilərsiniz. Mütəxəssislər vətəndaşlara tövsiyə edir ki, bankomatlardan istifadə zamanı diqqətli olsunlar və şəxsi məlumatlarını heç kimlə paylaşmasınlar. Beləliklə, mayın 14-də Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilməsi həyata keçiriləcək. Güzəştli şərtlərlə pensiya hüququ olan şəxslərin ödənişləri isə əvvəlcədən müəyyən edilmiş qrafik əsasında davam edəcək. Sonda isə bütün pensiyaçı vətəndaşlarımıza sağlamlıq, rahatlıq və firavan günlər arzulayırıq. Ən son xəbərlər, sosial yeniliklər və gündəmdə olan vacib məlumatlar üçün bizi izləməyi unutmayın.